Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa 156-nın bəy marşrut xəttinin yolunda tam yola yaxın bir ərazidə və marşruta yaxın bir ərazidə 100 yarımdan artıq torpaq sahəsinin üzərində bax belə bir həyət evimiz çıxıb. 3 otaq, bir mətbəxdən də Allah hər kəsin malına, mülkünə bərəkət versin inşallah. Yəni yaşayışlıdır. Həyətə rahat şəkildə maşın daxil olur. Sənəd bələdiyyə kommunallarına qədər var. Və ilkin olaraq qiymət 37.000 manatdır. Reallıq olarsa ev sahibi tərəfindən də endirim olunacaq. İnşallah təqdim edək sizlərə evimizin qabaq hissəsini. Damız düz formadır. Paket formada deyil. İzləyicilərimiz ola bilər. O bir balaca çaşdıra bilər izləyicilərimiz. Damız düz formadadır. Sol hissəsinə keçidi var. Həyətdə sanuzelinə var. Giriş hissəsini sizlərə göstərək. Əslində dördbucaq bir formadadır. Həm yeri yaxşıdır, həm həyətinin giriş hissəsini var sizlərə təqdim edək. Giriş hissəsini göstər qardaşım, zəhmət olmasa. Fikir verin, giriş hissəsi üzbə sizə təqdim edirik. 400 bir kvadrat bir formadadır. Və keçək evin içəri hissəsini sizlərə təqdim edək, zəhmət olmasa. Bax burada bir dənə belə bir otağımız var. Bir otağımız buradadır, bir otağımız buradadır. Sonra gəl qardaşım bura, zəhmət olmasa. 2 yataq otağı vardı. Bir zal 2 yataq otağından var. Bu yataq otağını göstər qardaşım, zəhmət olmasa. İkinci yataq otağını göstər. Zaten həyətdə qeyd etmişdik. Həyətdə sanuzeli vardı. Və belə deyim. Burada da balaca bir mətbəx və bir sanuzeldən ibarət. Bax, bu hissəni də sizlərə təqdim edə zəhmət olmasa. Mətbəx hissəsini göstər qardaşım, zəhmət olmasa. Və burada da bir sanuzeli var. Sanuzel sadəcə olaraq hazırdır. Kafel mətlaq işi qalıb da belə deyək. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa 186-nın bəy marşrut xəttinin yolunda tam yola yaxın bir ərazidə 2 yarım torpaq sahəsinin üzərində inşa edilib. Kommunallar var, yaşayışlıdır. Bir zal 2 yataq bir mətbəxdən ibarətdir. Sənəd bələdiyyə qiymət 37.000 manat. Reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq və səhifəmiz sizlər üçün. Məşdağa əmək mümkün. Əməkdaşlara rəhbərliyiniz sizlərə dərin təşəkkürünüzü bildirirəm.